Bu ev heyvanları hansı ki o kökatma məqsədi ilə axtalama məsələsi icazəlidir şəriətlə. Axtalama olar Bu heyvanı. bəs bu itdir, pişikdir, hansı ki saxlayırsınız. Məsəl üçün də o ehtiyac olursa, məsəl üçün pişik. Axtalama olar. Onlar da olar. Ha, olar ha. Axtalama olar heyvanı. İnsan olmaz. Haramdır. Qabaq Afrikada məsələn orada uşaqları çox olurdu, 30 dənə, 40 dənə. Məsələn adət var idi Afrikada, bəzi ölkələrində. Oğlunun birini axtalayıb göndərirdi məsələn Məkkəyə ya Mədinəyə məscidə ki, ömrü boyu xidmət eləsin məsciddə. Hə. Mən yadıma gəlir oxuyanda orada var idi onlardan. Məkkədə eləmədən sonra görsən ölüb indi yoxdur, öldü, getdi. Sonra Saudiya hökuməti qadağan elədi. Yəni, qadağan elədi ki, hələ adamları göndərməyin. Yəni ondan sonra dayandı. Yoxsa atası məsələn validin özü öz oğlum axtalırdı ki, getsin 2 dənə haramda Məkkə ilə Mədinədə məsciddə ömrü boyu xidmət eləsin ki, savab gələcək buna. Olmaz hələ, olmaz. Olmaz. Amma heyvanı axtalamaq olar. Allah razı olsun. Axtalı heyvanı da qurban kəsmək olar. Yəni eyb sayılmır. Eyb sayılmır.